Выклик образı Narcissa Muşina, Samovelinova, Naparistova. Polisli şokolad ağlıma geldi bu söz oxuyanda. İçi boşda bubble. Qara və ya südlü. Tünd şokolad, qara bir də qəhvəyi də gedir. Her şeyi oxuyandan ancaq yemək ağlı gəlir. Жаждущего власти и признания. Однако женский нарциссизм не менее разрушительное явление, которое часто остается в тени, маскируясь под сложный характер, ранимость или даже чрезмерную женственность. Dişili haqqında, dişil enerji haqqında danışanlar çoxdur bunu necə inkişaf etdirmək haqqında. Bir də burada maska sözü gəldi. Maska sözündə görəndə şey ağla gəlir. Kölgə valideynlər deyirlər ha. Varlar amma yox kimidirlər. O ağla gəldi. Oxuyun, bir də helikopter valideynlər. Valideyn stilləri, tərzləri bu haqqda danışanlar çoxdur. Mən inanmıram ki, kimsə həvəskarıdır. Açsın, görüm hansı valideyn stilləri var. Baxın podkastda bu psixiatr orada nə danışıb, bu psixoloq orada nə danışıb. O videolar sadəcə keşfətə düşəndə, nə bilim, təsadüfən rast olunanda o sahəyə maraq varsa, hamı valideyn deyir, amma heç kim valideynliyi öyrənməyə həvəsi yoxdur da. Hamı, yəni olub bir şəkildə yaşayır, tətbiq eləyir, bir şəkildə öyrənir. Hər şey onsuz da bu həyatda öyrəniləndir. Valideynlik də həmçinin. Çünki ana qarnında heç kimə valideynlik öyrədilmir, heç kimə mədənilik öyrədilmir. Dünən bir neçə insana rast gəldim. Təsəvvür elə, o mühitdə olası adamlar deyildilər də. 2 nəfər ayrı, 2 nəfər ayrı. Əsas da 1 nəfər. Təsəvvür elə, üzünə baxırsan, simadakı hər hüceyrədən, qadınların adətən dodaqlarına kimsə baxar, müşahidə eləyər də. Adamın dodaqlarına baxırsan, nə bilim, cildin rənginə baxırsan, ətrafa yaydığı enerjiyə baxırsan, tamamilə başqa bir. Yəni ki, bu dünyanın adamı deyil. Burada olmalı deyilsən də sən. Hardan nəcəb gəlmirsən? Adam özünə o sualı verir ki, sən bilmirəm də, yəni hər hansı bir mədəni davranışı görə bilərsən və ya onun tamamilə başqa bir mühitdə, başqa bir tərzdə davrandığını görə bilərsən. Adətən elə əsəbləri ütülənmiş adamlar elə bir momentdə elə cür əsəbləşirlər ki, tamamilə tanınmaz hala düşürlər. Mən onu bir dəfə görmüşəm. Onu 100 dəfə, 1000 dəfə görən adamlar, nə bilim, tutaq ki, 15 ildir tanıyırlar da onu. Bilirlər 25-dən, tutaq ki, indi hal-hazırda 40 yaşı varsa, 25-dən 40-a qədər necə gəlib. Mən inanmıram ki, o lap sonradan alınan bir şeydir. Adam 40-lara mərdivan dayayıb, indi bu cür mədənləşib. Yo, onun yəqin ki, elə 15-də, 25-də də qaymaq kimi həyatı olub və indiyə də bu cür hər hüceyrəsindən sakitlik, mədənilik axan, xoş bir enerji ətrafı ötürən bir adama çevrilib. Elə adam var 20-də elə deyil, amma 40-da o cür olub, o cürləri də var. Yəni görürsən 40-da hamı eynidir, amma hərənin bir yaşantısı da ora qədər keçdiyi bir yol var.